Reenkarnasiya var. Biz sizi öldürdük, diriltdik, öldürdük, yenə diriltdik. Biz sizi öldürəcəyik və sonra dirildəcəyik. 3 dəfə. Quran-ı Kərimin ayəsidir, mən özümə demirəm. Okay. Reenkarnasiyadır da. Amma bunun üstündə çox dayanmırlar. Niyə? Hətta belə bir sual da meydana çıxır ki, yaxşı, tutalım ki, birinci kərə öldürüldü insan. Öldü də, yarandı və öldü. Bəs onun necə qiyamətdə cəzası olacaq ki, bu ikinci dəfə diriləndə. Burada çox maraqlı bir iyerarxiya məsələsi var. Məsələn, birinci dəfə bu anadan olub şahın ailəsində və yaxud da imkanlı bir ailədə. Özünü yaxşı aparmayıb, günahları çox olub. Bu təzədən Allah Teala bunu qismən aşağı təbəqənin ailəsinə dünyaya gətirdir. Buna cəza verir də. O vaxtı nə istəyirsən, əlində bütün imkanlar var, yaxşılığa istifadə eləmədin. İndi gəlib düşmüsən imkansızlıq bir şərait. Buna ruhu sıxılır, partlayır ki, bu nədir, belədir. Yenə nəsə bir şey eləmək istəyir. Səbəb, bir dənə də sual verim. Bu, məsəl üçün, Allah Teala insana bir cəza verirsə, onu kamil və cahilliklə vermir ki, onu var dövlətlə verir o da. Mən məsəl üçün dedim. İstənilən adam, lap elə kasıb adam da, varlı adam da istəsə əgər kamilləşə bilər. Kasıblıqdan da kamilləşə bilər. Ancaq həmin adamın xarakterində kamilləşmə ideyası yoxdur. Bu dünyanın adamıdır. Bədən adamıdır, ruh adamı deyil. O cəzalanır. Nəhayət, əgər başa düşürsə, əlbəttə ki, bu nicat tapır. Başa düşmürsə, vəssalamda günahkarlardan olur. Yəni, bugün mən kimlərdənsə imkanlıyam, onları əzirəm, düz eləyirəm, bu mənim haqqımdır. Hər şeyin həyatı Allah tərəfindən verilib. Lap elə qarışqanın da, lap elə mikrobların da ruhsunu Allah Teala verir. Lap istəyir, lap belə ən nəhəng heyvanlar olsun. Fil olsun, nə bilim, dəvə olsun. Allah Teala bunu da ruhsunu verir. Fil, məsələn, 500 kilo hər gün meyvə yarpaq yiyir, 500 kilo. Bunu saxlamaq asandır be, ya. Amma insan nə qədər yiyir ki? Yaxud da hüceyrədə yerləşən tutalım ki, hər hansı bir, lap elə hüceyrənin qidalanması, onun qidaya nə qədər bunun vəsait gedir ki? Hamısının nə varsa, külli yaradılışın ruhsunu Allah Teala verir. Bu mənada insan bunu dərk eləməlidir. Sənə bugün tutalım ki, imkan veribsə, sən ondan ehtiyacı olanlarla bölüş. Yoxsa hələ adamlar var da, məsələn, gözü doymur. Gəlir, oturur, 10 adamın yeməyini yiyir. Amma bu mədə də belə bir şeydir ki, əslində 3 litr tutur da. Sən 5 litr yedin, o böyüdü, çıxdı qabağa. Çox da yiyəcəksən, partlayacaqsən da. Bədən üçün yaşayır da. Məsələn, kimi deyim, Krılovu məsələn heç kəs çağırmırdı məclislərə. Çünki o vəhşicəsinə yiyirdi. Və yedi, partladı, öldü. Mədəsi cırıldı, öldü. Əli Nəzmi adında bir şairimiz olub, satirik şairimiz. Müharibə vaxtı bunun bir kitabı çap olunub və qanarar alıb. Aclıq dövrü idi də, gedib oturub bir əsərdə o deyib ki, onun da mədəsi cırılıb, ölüb. Allah rəhmət eləsin onlara. Amma məğz belə də insanın gözü doymur. Bəlkə də o normal yesəydi, hər gün o puldan gəlib istifadə edib yesəydi, hələ bir neçə ay yaşayardı. Amma bir nəfəsə o qadarını yiyəndə gözün aclığını doydurmaq çox çətindir. Mədənin aclığı elədir ki, qaydasından işləmək, göz ac olanda, əlbəttə ki, onu doydurmaq çox çətindir. İndi Nəsimi bütün bunları cəmaata izah edirdi. Cəmaatla kontakta girib, onları başa salmaq istəyirdi. Və irfan sferasının adamları ki, yüksək səviyyəli adamlar olub, biz onların fövqəladə keyfiyyətlərini ancaq nağıl kimi qəbul edirik. Halbuki, onlar nağılın içində bir həqiqət idilər. Bax, belə bir sual verirəm də, niyə görə böyük irfan insanlarının bir neçə qəbri var? Məsələn, Nəsiminin 3 yerdə qəbri var. Biri Suriyadadır, Hələb şəhərindədir. Biri Türkiyədədir, Ağşəhərdədir.
Bir də İrandadır. 3 qəbri var. Necə olur bəs bir adamın 3 qəbri olsun? Hələ adam var ki 4, 5, 6 qəbir var. Yəni nə demək istəyirlər ki ona? İndi başa düşdüm, indi bu biraz yəni öz dövrü üçün çox məşhur insan olubdu. Yox, məsələ hələ onun qəbridir. Bir adamın qəbridir. O necə olur? Nə deyirəm? İrfan adamları öz ruhları ilə işləməyi bacarırdılar. Məsələn, ruhunu hara lazımsa göndərsinlər. Lap elə səma rəqsi nədir? Ruhu kosmosa göndərməkdir də. Yer kürəsi fırlanır, düzdür? Və bizim ruhumuz da yer kürəsinin sürətinə hesablanıb. Həmin sürətlə bədənimizə daxil olub ruh. Və yer kürəsi fırlanır, biz onu hiss eləmirik. Hiss edirsiniz yer kürəsi fırlanır? Yox. Oturmuşuq burada söhbət edirik. Amma yer kürəsi öz işindədir. Təyyarənin içində uçanda da belədir. Yəni biz hiss eləmirsən. Təbii ki, hiss eləmirsən. Amma yer kürəsinin hərəkətinin istiqamətində sən öz oxun ətrafında fırlananda həmin o köklənmədən çıxırsan. Yəni sənin sürətin daha çox olduğu üçün ruh bədəndən çıxır. Ona görə səma rəqsləri var. Səmazənlər 7 nəfər düşür ortaya, biri günəş olur, şəms, o birilər də ki, digər səyyarələri, yəni planetləri simvolizə eləyən səmazənlər olur. Fırlana səma rəqsini icra eləyə onlar ruhlarını bədənlərindən çıxarıb kosmosa göndərir. Türkiyədə var belə fırlanan rəqs Türkiyədə var, İranda da var, səmazən deyirlər də, səma rəqsləri. Saat yarım çəkir təxminən. Bunların hamısının özünün senariləri var. Onun üstündə şeir də oxuyurlar. Əsasən Şəms Təbrizinin, Mövlanənin şeirlərini oxuyurlar. Hərəkət eləyə ruhları qalxır kosmosa. Orada kosmosda nə səs eşidirlər, hansı informasiyanı alırlar. Enən kimi, ruhlu bədəni qayıdan kimi çəkilirlər öz hücrələrinə, başlayırlar həmin informasiyanı izah eləməyə. Mən nə eşitdim, nə gördüm. Əgər musiqi eşidibsə, onu götürür bir musiqi alətində, ya utda, ya neydə, ya hansı bir ifa eləyir və onun əbcəd notoqrafiyasından qeyd eləyir.